Bir dua var, Münacat-ı Şəbaniyyədir. Qəşəng duadır. Onu oxuyum sizə. İlahi həbli kəmaləl inqita iləyk. İlahi səndən kənar nə varsa ondan qopmağı mənə nəsib elə. Maniyələri, sədləri aşmağı mənə mərhəmət elə. Və ənir əbsarə qulubina bizya'i nəzərihə iləyk. Ya Rəbbəl aləmin, sənə baxmaqla qəlb gözlərimi nurani elə, qəlb gözlərimi. Hətta təxriqə əbsarul qulub hucubəd nur. İlahi, elə bir bəsirət ki, bütün hicabları yırtsın, hətta nurani hicablar. Maraqlı mövzudur, irfanda da bəhsi var, əxlaq alimləri də bəhs edir. Hicab kücürdür, zülmani hicablar, nurani hicablar. Zülmani hicablar, bəzi vaxtlar kibir, təkəbbür, həsəd, kin, zülmani, zülmət dolu hicablardır. Bəzi hicablarda var, nurani hicab ola bilər. Yəni sənin təvazun, bəzi vaxtlar təvazuun özü ilə öynərsən. O da bir hicab olar sənə. Elə bilərsən özünsən, özün qazanmısan. Təsir ərvahuna mualləqətən bi izzi qudsik. Ya Rəbb. Canımız sən əziz və qüddüs olan Allahla peyvənd qursun. Bu təmasın nəticəsi nədir? Ünsiyyətin sonluğu nədir? Get-gedə Allah adları başlayır bizim ruhumuzda, qəlbimizdə təcəlli eləməyə. Get-gedə Allah adları gəlir bizim ruhumuzdan inir, təcəlli eləyir. İnsan ki, ruhən paklaşmağa başlayır, İnsan Allahın adları səni təcəlli eləyir. Necə Allah səttardır, olursan səttar, əfuvdur, əfuv, sabirdir, sabir, zu, intiqam, o cür. Allah adları səndə başlayır təcəlli eləməyə. Maraqlı məqama yetişirsən. Artıq həqiqətlərlə, gerçəliklərlə ünsiyyət qurursan. Orada artıq zövq almağa başlayırsan, həyatı başa düşürsən, anlayırsan. Bu bir dənə yoldur. Və yolu paklıqdan keçir hələ ki. Salih əməllər, dürüst, sağlam etiqad da onun yanında.